obsessiv kompulsiv pozuntu nədir? Obsessiv kompulsiv pozuntu lap əvvəllər buna xəstəliklərin beynəlxalq təsnifatında psixosteniya daxil edilirdi. Sarışan hallar nevrozuna daxil edilirdi. Sarışmaq sözünün mənası obsessiv kompulsiv pozuntu, yəni bu xəstəlik zamanı beyinə daxil olan düşüncələrin və fikirlərin insanın beyninə sanki sarışması, yapışması, hopub qopmaması anlamına gəlir və bu düşüncələr fonunda insanda bir həyəcan, qorxu, təşviş, təlaş, narahatlıq, gərginlik yaranır. Nəticə etibarilə bu yaranan narahatlıq, gərginlik, həyəcan, təşviş aradan qaldırmaq üçün edilən hərəkətlərə, davranışlara isə kompulsiyalar deyilir. Obsessiv kompulsiv pozuntu xəstəliklərin beynəlxalq təsnifatı üzrə bir xəstəlikdir. Nevrotik xəstəliklər qrupuna daxil edilir və DSM üzrə isə bu pozuntuya obsessiv kompulsiv pozuntu spektrum, yəni bura daxil edilən bir sıra xəstəliklər var və yaxud da ki, obsessiv kompulsiv pozuntu və ona bağlı xəstəliklər deyilir ki, burada isə həmin bu xəstəliklərə trixotilomaniya, yəni saç yolma pozuntusu, ikinci ayda olunur dəri yolma pozuntusu, ekskarasiyan deyilir tibbi termin olaraq, üçüncü ayda olunur bədən dismorfik pozuntusu aid edilir. Qısaca bunlar haqqında məlumatı verim, keçək obsessiv kompulsiv pozuntunun özünə. Buyurun doktor, ən önəmli məqam əlamətləri eşidəcək hal-hazırda. Məndə telefonda var, düz bəzən deyirlər ki, doktor, dünən bir pasiyent yığıb məni, deyir ki, olar ki, deyir, siz hansısa pasiyentin videosunu və yaxud da şəklini göndərəsiz və biz baxaq ki, bu xəstəlik necə sağaldı. Həm hüquqi, həm də tibbi nöqteyi nəzərindən heç bir pasiyent video görüntüsü alınmır heç vaxt, nə səs alınmır yazısı, heç vaxt olmur, çünki məxfilik qorunur. Adi bir şəxs əgər 18 yaşın üzərindədirsə, daxil olubsa və bu sadəcə olaraq özü ilə bağlı şikayətini bildirirsə və yaxınlarının bunu bilməməyini istəyirsə, bu da şəxs də individualdır. Yəni burada gizlilik qorunur tam mənada və heç bir, ola bilər hansısa bir verilişə dəvət ediblər, bir pasiyenti gətiriblər və o haqda müzakirələr olubdur. Burada mən də iştirak eləmişəm, çünki bu ictimaiyyət qarşısında olan bir efir olubdur. Lakin mənə müraciət edən şəxsən pasiyentlərin heç bir video görüntüsü və şəkli qeydə alınmır. O halda şəkil çəkilir ki, pasiyentə deyirəm, şəklini özün çək, özüm çəkirəm. Resepti çək, sualın olanda mənə göndər, bilim ki, sən kimsən deyə. Bu şəkildə bizim əlaqəmiz olur. Keçək obsessiv kompulsiv pozuntunun növləri, bayaq qeyd etdiyim kimi. Trixotilomaniya. Trixotilomaniya saç yolma pozuntusudur. Adətən bu 12-13 yaşında yeniyetməli çağında qız uşaqlarında xüsusən görülən bir pozuntudur. Bəzən bunlar o qədər saçını yolurlar, bədənin tüklü hissəsini yolurlar. Bəzi pasiyentlər mənə müraciət edəndə məcburiyyətdən hicab, yəni qapalı saç örtükdən istifadə etmiş olurlar. Bunlar xüsusən bu vaxtı yeniyetməli çağında bu qızlarda nə yaranır? Bir gərginlik, həyəcan, təşviş, təlaş yaranır. Ya dərs oxur, imtahana hazırlaşır. Başlayır saçını belə qoyur və saçın gicgah nahiyəsindən, alın nahiyəsindən və yaxud da ki, ənsə nahiyəsindən tüklü hissəni fırlaya qoparır. Özündən bir xəbər. Özündən bir xəbər. Bəzən qoltuq altı, bəzən qasıq nahiyələrində tükləri qoparmağa başlayır. Bu tükləri qopardıqda bəzən tullayarlar yerə, atarlar. Bəzən isə bu tükləri yeməyə başlayarlar, çiğnəyib budarlar. Və nəticədə bunlar mədədə bezuarlar əmələ gətirir, kütlə əmələ gətirir. Bəzən əməliyyata qədər gedib çıxacaq bir durum yaranır. Bəzən görürük sosial şəbəkələrdə xanım və yaxud da bəyəm mədəsindən çox sayda tük çıxarırlar. Bax, bu xəstəlik bu pozuntudan əziyyət çəkir insanlar. Və bu xəstəlik getdikcə irəliləyər və ağırlaşdıqda artıq cərrahi müdaxilə olunaraq o tük mədədən götürülə bilir. İkincisi, bayaq qeyd etdiyim kimi dəri yolma pozuntusu, ekskarasiyan. Bu da qızlarda və oğlanlarda cinsi yetişkənlik dövründə, yeniyetmələrdə müşahidə olunur. Xüsusən üzdə bu silcələrin, sızanaqların çıxması ilə bağlı olaraq başlayırlar barmaqları ilə basmağa və yaxud hansısa bir küt alətlə, it alətlə onu belə deyək ki, eşələməyə başlayırlar ki, nəysə çıxartsınlar və orada bir dərinin soyulmasına, maserasiyasına gətirib çıxarır və yaralara gətirib çıxarır. Adətən bu pasiyentləri bizə dəri həkimləri, dermatoloqlar göndərir. Ən maraqlı üçüncü bir qrupu qeyd edərdim ki, bu bədən dismorfik pozuntusu. Şəxs, xüsusən qadın, bəzən kişilərdə olur. Yeniyetməlik deməzdim, artıq irəliləyən etaplarda güzgü qarşısında dayanar, öz kilosundan narazı olar. Şəxs bir 50-60 kiloda özünü 100 kilo görər. Və yaxud da ki, özünün bədənin proporsiyasından narahat olar. Və hal-hazırda cavan xanımların bir-birini eyniləşdirərək əməliyyatlara müraciət etməsi və eyni bədən quruluşunun alması və hətta dəfələrlə estetik cərrahlara müraciət etməsinə baxmayaraq yenə də öz bədən quruluşundan narazı olurlar. Bu bədən dismorfik pozuntudur. Müəyyən bir etapda artıq estetik cərrah ona dur deməlidir. Dur və bununla bağlı olaraq bir psixiatra müraciət et. Çünki burada artıq onun özü ilə bağlı olaraq hər şey
Bədən proporsiyası yerindədir, amma yenə narazıdır, yenə narahatdır. Yenə özgüvənsizlik var. Və qadınlarda adətən üz bölgəsi ilə, bədən bölgəsi ilə bağlı olaraq yaranır bu narahatlıq. Burnum böyükdürmü, qulağım böyükdürmü və yaxud da ki, bədənin müəyyən bir proporsiyası kiçik və yaxud da böyükdürmü? Kişilərdə isə xüsusən bu əzələ kütləsindən bağlı olur. Onlar özünün cılız olduğunu düşünərək müəyyən bir indi hal-hazırda dünyanın hər bir yerində, Avropada da bu əzələ kütləsi ilə bağlı olaraq kişilərdə əzələni artırmaq məqsədi ilə idmandan keçib artıq estetik əməliyyatlar etdirmiş olurlar. Obsessiv kompulsiv pozuntu bir xəstəlikdir. Nə xəstəlikdir? Bu zaman şəxsin bayaq qeyd etdiyim kimi beyninə özünün təfəkkürünün məhsulunun, şizofreniyada digər tərəfdən gəlir bu düşüncələr. Kosmosdan gəlir, kiminsə tərəfindən xüsusən səslər gəlir. Tutalım ki, mən xəstəyəmsə Günay xanım, şizofreniya. Sizin səsiniz daim mən evdə olanda da, işdə olanda da beynimə gəlir. Sizin o deyirsiniz ki, dur verilişə gəl, məsəl üçün. İdarə edirsiniz məni. Verilişə gəlməsən, bu günlər işlərin alınmayacaq. Məsələn deyirəm, izah etmək üçün deyirəm. Səslər gəlməyə başlayır. Bu şizofreniyada belə olur. Ya da insanların səsləri, fikirləri gəlir. Və yaxud da siz mənə öz fikirlərinizi oxuyursunuz ki, dur belə hərəkət elə, əmrlər verirsiniz. Bu fikirlər mənim beynimə gəlir, mənim düşüncəmdə fırlanır və həm sizin səsinizi eşidirəm, həm də sizin mənim beynimə yeritdiyiniz fikirləri mən belə deyək ki, düşünürəm. Beynim daim onları canlandırır. Bu şizofreniyada olur. Çünki səhər də müraciət edən pasientlərdə var idi bu. Səs salırlar. Şizofreniyanın obsessiv kompulsiv pozuntuda olan düşüncələri. Obsessiv kompulsiv pozuntu zamanı isə sizin deyil, yad insanların deyil, öz düşüncələrin beynimə gəlir. Pasiyentin beyninə gələn öz düşüncələr, fikirlər onun iradəsindən asılı olmadan, bəzən buna iradə xəstəliyi də deyilirdi. Onun beyninə sanki hopur. Bu şəxs o düşüncələri düşündükcə biraz da daha xəstəlik dərinləşir. Bu düşüncələr onu buraxmır, ondan əl çəkmir, beyninə yapışır. Bax, sarışmaq sözü də oradan götürülür. Qopmur, hopur sanki və bütün gününün çox hissəsini, bəzən sual verirəm, günün hansı hissələrində bu sizi narahat edir? Deyir, doktor, artıq günümün çox hissəsini bu düşüncələr almış olur. Yəni, ağırlaşdıqca ümumiyyətlə bu müddət də artır. Bəli, müddət artır və günün çox hissəsini əhatə etmiş olur bu fikirlər. Və şəxs əziyyət çəkir, həqiqətən də əzab çəkir, istirab çəkir. Bəzən deyir ki, ölüb qutarsaydım canım dincələrdi. Artıq ailədə bunlar ailə üzvləri ilə birlikdə yeməyə otura bilmirlər bu obsessiyalar fonunda. İşdə işlərini icra edə bilmirlər, evdən bayıra çıxa bilmirlər. Yəni, heç bir işə fokuslana bilmirlər. Bəli. Artıq beyində bu qədər fikir, eyni fikir dolaşırsa və gün ərzində onu buraxmırsa, baxın onun həyat tərzini, həyat keyfiyyətini nə qədər aşağı salır. Bəli, Günay xanım, həyat keyfiyyətini aşağı salır, funksionallığını azaldır, rutin həyatını pozur, iş qabiliyyətini, əmək qabiliyyətini pozmuş olur. Nə baş verir? Ümumiyyətlə, mən istəyərdim ki, ilk növbədə başlayaq bunun neyrofiziologiyasından. Keçəcək ona və mən yeri gəlmişkən söyləyim ki, hal-hazırda çox sayda suallarımız gəlir. Narahat olmayın. Bütün suallarınız səslənəcək, amma hələ ki mövzu haqqında məlumat verir. Mən istəmirəm onu yarıda bölüm ki, çünki dinləyənlər var, hal-hazırda o əlamətləri eşitmək istəyənlər var. Rahat şəkildə doktorumuz fikrini izah etsin, dərhal sonra sizin suallarınız da səslənəcək. Beyində sanki bu ümumiyyətlə obsessiv kompulsiv pozuntu zamanı beyində hansı dəyişikliklər gedir? Bu zaman beynin network deyək. Beyində sanki bir bioelektrik aktivliyi dəyişir. Beyində obsessiv kompulsiv pozuntu zamanı bioloji alqoritmlər pozulur. Nə baş verir? Beynin ön bölgəsi, ön payı deyirik, biz alın payı deyirik. Bəli, frontal lob. Frontal lob bizim bildiyimiz kimi bir sıra funksiyaları icra edir. Alın payı bizdə qərar vermə, planlama, hansısa bir işi icra etmə, diqqətimizin davam etdirilməsində, sürdürülməsində, bizim düşüncə, duyğu və davranışlarımızın impulsiv şəkildə idarə edilməsində, kontrol edilməsində icra edilən bir mərkəzdir alın payı, bir paydır. Bu zaman alın payında neyrokimyasal dəyişiklik, neyrofizioloji dəyişiklik getdiyi üçün bədən hansısa bir funksiyaları belə deyək, kontrol altına ala bilmir. Duyğu və düşüncələrimiz kontrol altından çıxır. Nəticədə diqqətimiz dağınıq olur, diqqətimizi konsentrə eləyə bilmirik. Məhz buna görə də obsessiv kompulsiv pozuntu olan şəxslər kontrol obsessiyasıdırsa dəfələrlə qapını yoxlayır. Ona elə gəlir ki, onun yadında qalmadı, diqqətində qalmadı. Çünki burada artıq diqqət defisiti, diqqətin sürdürülməyi pozulur. Diqqət davamlı şəkildə davam etdirilə bilmir. Diqqət tez-tez qırılır və belə deyək, yarımçıq
bir yaddaş yaranmağa başlayır. Funksiyalar düzgün icra edilə bilmir. Obsessiv kompulsiv pozuntunun növlərindən bir giriş edərək bura deyim. Növləri çoxdur və ən çox yayılmış növü deyərdim ki, və səhv salınan, qarışdıran növü şizoobsessiyalardır. Buna magik düşüncəli və yaxud da şübhəçi obsessiyalar deyilir. Şübhəçi obsessiyalar müxtəlifdir. Hal-hazırda mən onu qeyd edərdim ki, xüsusən cəmiyyətimizdə insanlar arasında yayılan qısqanclıq obsessiyalarıdır. Müraciət edən qadınların əksəriyyəti və bu fikri söyləyirlər. Doktor, yoldaşım qısqanır, əsassız yerə qısqanır. Xüsusən bu alkoqol və narkotik maddələri istifadə edən gənc oğlanlarda və yaxud da ki, elə müəyyən bir yetişkin kişilərdə görülən bir pozuntudur, xüsusən kişilərdə görülən bir pozuntudur. Şəxs şübhələnir, qadından şübhələnir. Və şübhəli fonunda bu obsessiv düşüncələr nevrotik səviyyədən psixotik səviyyəyə gedən etapda qadınından şübhələnməyə başlayır. Ona elə gəlir ki, əsassız yerə şübhələnir. Onun həyat yoldaşı, xanımı, münasibətdə olduğu qadın hər hansısa bir tanıdığı şəxslə, hansı ki ağla gəlməyəcək bir şəxslə cinsi əlaqədə olur və yaxud da onu xəyanət edir və nəticə etibarilə başlayır onu güdüb izləməyə. Evdən çıxarkən evin, belə deyək, qapının ağzına salınmış o tənzifi simmetriya ilə baxır və yaxud da ki, üzərində addım işarələrini güdür, birdən addım evə kimsə girər, əyilər və yaxud da ki, vanna otağına daxil olaraq vanna otağında sabunun üzərində, belə deyək ki, kafelin üzərində hansısa bir kişi tükü, qara tük axtarır və yaxud da müxtəlif tüklər axtarmağa başlayır. Pəncərədə pərdəni divara hansısa bir təsbit edici vasitə ilə mismarla təsbit edir. Ki, pəncərə açılmasın, tərpənibmi, tərpənməyibmi. Mətbəxdə qab-qacaqları hansısa bir qab-qacağı ilə tənzimləyib gedir ki, orada bir dəyişiklik olma, mən bilim ki, evə kimsə dəvət elədi, süfrə açdı, qonaqlıq verdi və s. Bu cür obsessiv şübhəçi düşüncələr olur. Və yaxud da ki, yol gedərkən hansısa bir şəxs yolda avtomobilini saxlayır, o elə düşünür ki, hansısa bir heyvanı mı vurub, insanı mı vurub, maşının altına, önünə baxmağa başlayır. Digər bir şübhəçi obsessiyalar, xüsusən bu doğumdan sonraki etapda qadınlarda görülən bir pozuntudur. Xüsusən travmatik bir hamiləlik keçirən, gec uşağa sahib olan, gec hamilə qalan qadınlarda görülür. Bu obsessiyalar zamanı şəxs qadın öz qucağında övladını pəncərə qarşısında tutduqda qorxur. Ona elə gəlir ki, pəncərə qarşısında dayanarkən övladının qucağından yerə atacaqdır. Və yaxud da ki, mətbəxə keçirilərkən qucağında övladını saxlamağa qorxur. Ona elə gəlir ki, mətbəx bıçağı ilə övladına xəsarət yetirəcək. Nəinki özü ilə bağlı yaranır bu qorxular. Həmçinin ailəyə daxil olmuş hər hansısa bir anasına mı, qaynanasına mı övladını verməyə qorxur ki, ona bir xəsarət yetirəcəklər. Yəni şübhələr yaranmağa başlayır. Digər bir şübhələr mənə elə gəlir ki, adi bir primitiv sadələrini deyəcəm ki, hal-hazırda əyləşdiyim bu oturacaqdan bir neçə dəfə qalxıb oturmasam, veriliş etapında bizim diyalogumuz doğru düzgün alınmayacaqdır. Mən pis vəziyyətdə qalacam və verilişi tərk etmiş olacam. Belə hadisələr çoxdur, bununla bağlı bizə çox yazırlar. Eyni zamanda bu təmizlik sevdası da bura aiddirmi? Ona giriş eləyək, bəli. Təmizlik obsessiyaları da var. Buna bəzən vasvasalıq, bəzən buna belə deyək ki, sofuluq, bəzən kirlənmə obsessiyaları, bəli, mükəmməlliyətçi kirlənmə obsessiyaları və yaxud da hansısa bir xəstəliyə yoluxma obsessiyalarıdır. Təmizlik obsessiyaları o qədər insanların həyat keyfiyyətinə mənfi təsir göstərir ki, nədən başlayaq? Bu adamlar cəmiyyət içərisində, ictimai yerlərdə gəzərkən belə heç yerə toxunmurlar. Əllərini bu qaydada. Xüsusi əlcəklərlə gəzirlər, salfetlər tuturlar əllərində. Çox doğru dediniz. Xüsusi əlcəklərdən istifadə edirlər, bu tibbi əlcəklərdən. Və yaxud da ki, öz əlcək tapmayanda evdə corab geyinərlər ki, əllərinə ki, bir yerə toxunmasınlar. Harasa gedirlərsə, həmin tutacaqdan əlləri ilə tutmazlar. Salfetkadan, tənzifdən istifadə edərlər. Metroda, avtobusda, ictimai, belə deyək ki, yerlərdə istifadə edərlər tənzifdən və yaxud da ki, maskalardan istifadə edərlər, bir yerə toxunmazlar. Bayırdan evə daxil olarkən koridorda, girəcəkdə öz geyimlərini soyunaraq vanna otağına daxil olarlar. Birbaşa paltarlarını yerləşdirərlər, belə deyək ki, paltar yuyan maşına, paltar yuyulduqdan sonra belə paltarları şkafa qoymurlar onlar. Xüsusi bir karobkalarda mı və yaxud da ki, salafan torbalarda, kağız torbalarda yerləşdirirlər. O niyə? İnanın ki, çox dəhşətli mənzərədir bu. Birdən bir tük
toxunar və ya kimsə açar mənim şkafımı əli ilə toxunar, o kirlənər. Oradan mənə xəstəlik keçər geyinəndə. Bəli, dəhşətli bir mənzərədir. Yəni bu aşırı dərəcədə mənim təmizlik. Mənim elə pasientlərim var ki, evdə şkafa qoymazlar öz paltarlarını. Xüsusi onların korobkaları var, salafan torbaları var, qutulara yerləşdirirlər. Bəli ki, mənim geyimlərim burada olmalıdır. Digər bir tərəfdən təmizlik obsessiyası, bu şəxslər evdə qonaq qəbul etməyi sevməzlər. Evə qonaq gələrkən onlar üçün bir dəhşətli mənzərə yaranır. Qonaq çıxarkən divanı, kreslonu, pərdəni, hər yeri yuyub təmizləyərlər. Evdə yağlı yeməklər, balıq qızartmazlar, toyuq qızartmazlar, qızartmalı yeməkləri sevməzlər. Bir yerə, bir vaxt əlini yuyarkən, su bir yerə çırtlayarkən, sıçrayarkən dərhal həmin yeri yuyurlar, əllərini dəfələrlə yuyurlar. Bu şəxslər gün ərzində əllərini yuması hesabına, Günay xanım, 2-3 sabun istifadə edərlər. Doktor deyir, əlimi gündə 30 dəfə yuyuram. Bilirəm ki, bu düzgün deyil, amma dayandıra bilmirəm. Bəli, dayandıra bilmir. Çünki bu artıq bu xəstəlik səviyyəsinə keçibdir şəxsdə. Kontrol edə bilmir, nizamlaya bilmir, planlaya bilmir. İnsan özünü artıq idarə edə bilmir. Fikirlərini, düşüncələrini yönəldə bilmir. Və bəzən bu insanlar litrlərlə təmizləyici vasitələrdən istifadə etmiş olurlar, spirtlərdən. Onunla da bağlı yazanlar var. Doktor, həddən artıq çox maraqlı mesajlar gəlib və mən bilirdim ki, bu mövzu bu qədər marağa səbəb olacaq. Doktorun əlaqə nömrəsini də çox istəyirlər. Doktor bir çox əlamətləri sadaladı, amma bu bir qismidir. Hələ mövzumuz davam edəcək. Dəyərli həkim psixiatr Aytən Namazova ilə əlaqə saxlamaq istəyənlər, onun qəbuluna yazılmaq istəyənlər üçün əlaqə nömrəsi ekranlarda, amma hal-hazırda bizi TikTok canlı yayımından da izləyənlər var. Yüzlərlə insan bizi o canlı yayımdan da izləyir. Əlaqə nömrəsini qeyd edirəm. 050 377 54 22 099 377 54 22. Həmçinin depressiya, panik atak, həyəcan, təşviş pozuntusu, obsessiv kompulsiv pozuntu, bugün danışdığımız mövzu, saç yolma pozuntusu, dəri yolma pozuntusu, autizm, yəni autistik spektr pozuntusu, diqqət əskiliyi və hiperaktiv pozuntu, tik pozuntusu, Turetta pozuntusu, əqli inkişaf pozuntusu, şizoafektiv pozuntu, travma sonrası stres pozuntusu, yuxu və oyanıq pozuntusu, yemə pozuntuları, disosiativ konversiyon pozuntu, cinsi disfunksiyalar, alkoqol və narkotik maddələrin istifadəsi fonunda psixi və davranış pozuntuları, xroniki ağrı sindromu, doğum sonraki depressiya və psixi pozuntular, baş beynin üzvü xəstəlikləri fonunda yaranan psixi pozuntulardan əziyyət çəkirsinizsə, o zaman da dəyərli Aytən Namazovaya müraciət eləyə bilərsiniz. Qısa aradan sonra mövzumuzda davam edəcək, suallarınız da səslənəcək. Sağlam yaşamaq bir seçimdir. Siz də bu seçimi bizlə bərabər edin. Proqramımız canlı yayımlanır. Hər an suallarınızı ünvanlaya bilərsiniz. Qaynar xəttimiz ekranlarınızda 055 254 0106. TikTok canlı yayım isə elə reklam arası da bizlə bərabərdir və sağ olsun doktorumuz elə reklam arası da sualları cavablandırdı. Bir çox izləyicimiz hal-hazırda təşəkkür yazır doktorumuza sualların cavablanması üçün və yeni qoşulanlar üçün qeyd edim. Hal-hazırda studiyamızın dəyərli həkim qonağı, həkim psixiatr Aytən Namazovadır və bugün də çox vacib və geniş yayılmış obsessiv kompulsiv pozuntudan danışırıq. Sayrışan hallar nevrozu və müxtəlif, belə deyim də, istiqamətləri, müxtəlif növləri sadaladınız. Bir də bayaqdan yazılan o kontrol obsessiyalarına mən istəyirəm toxunasınız. Nədir bu kontrol obsessiyası? Çünki bir xanım bayaqdan yazır öz həyat yoldaşı haqqında, o əlamətləri bilmək istəyir. Zəhmət olmasa o əlamətləri də söyləyərsiniz. Kontrol obsessiyaları şəxsin daha çox vaxtını, zamanını alan bir obsessiya növüdür. Kontrol obsessiyası olan pozuntudan əziyyət çəkən şəxslər evdən işə gedərkən, işdən evə gələrkən, bir sözlə, olduğu məkanı tərk edərkən uzun müddət vaxt itirmiş olur. Kontrol etməyə başlayırlar, adından məlum olduğu kimi, yoxlayırlar. Nəyi? Evdən bayırda çıxarkən, görəsən, qazı bağladım mı, bağlamadım mı? Dayanarlar qaz piltəsinin qabağında və qazın açarlarının istiqamətinə baxarlar. Bununla kifayətlənməzlər. Qulağını, belə deyək ki, yaxınlaşdırarlar. Oradan səsin gəlib gəlmədiyini, əlini toxundurarlar, istiliyin olub olmadığını yoxlayarlar. Bunu dəfələrlə yoxlamış olurlar. Və yaxud da ki, tok çaynikidirsə çıxardım mı, çıxarmadım mı? Ütünü çıxardım mı, çıxarmadım mı? Suyu bağladım mı, bağlamadım mı? Və dəfələrlə bunu yoxlamış, kontrol etmiş olurlar və evdə vaxt itirmiş olurlar. Bəzən işə gedərkən yoldan zəng eləyirlər, evdə kimsə varsa, görəsən filan şey çıxardın mı, bir baxın. Müasir dövrdə isə insanlar bunu nə edirlər, Günay xanım? Şəkilli çəkirlər, videosunu çəkirlər, çıxara çəkirlər və işdə evdə oturarkən baxırlar ki, artıq mən bunu
çıxarmışam, Saatına, rahatlaşmış axı olurlar. şəkili çəkəndə orada saatı, dəqiqəsi də yazılır. Bəli. Dəqiqəsinə kimi baxırlar ki, hə, mən bu saatda çıxdımsa, hə, bu saatda deməli sobanı bağlamışam. Sobanı, bəli. Artıq rahat. Bəli. Yoxsa 10 dəfə geri dönən insanlar geri dönən var. insanlar var. Çox doğru deyirsiniz. Bəzən evinə işə çatdıqdan sonra geri dönüb onu yoxlayan insanlar var. Qapının dəstəyini o qədər yoxlayırlar ki, qapının dəstəyini ay ərzində dəfələrlə belə deyək ki, dəyişən şəxslər var. Bir maraqlı pasiyentdən də deyim ki, adi telefonun belə deyək ki, adapter deyək də, şarj alətini yerləşdirərkən toka onu dəfələrlə şarjın qalxıb qalxmamasını, yəni zaryadkanı yığılmamasını dəfələrlə yoxlayıb onun fonunda bayılan, huşunu itirən pasiyentlər var. Bunu yəni mən praktikamdan olaraq maraqlılarını qeyd etmək istəyərdim. Kontrol obsessiyaları bu o qədər belə deyək, əzab verici obsessiya növüdür ki, şəxs artıq gününün bir çox hissəsini evində bu obsessiyalarla bağlı olaraq itirmiş olur. Doktor, oğlum deyir, hər şeyi müəyyən qaydada düzməsə panikaya düşür. Bu da kontrol obsessiyasına aiddirmi? Bu artıq simmetriya obsessiyasıdır. Simmetriya obsessiyası nədir? Bayaq verilişə başlayarkən artıq çaşkalarımızı sağlam günah istiqamətində qoyuruq. Fincanlarımız da vaxt görünsün deyə. Bəli, buradadır fincanlarımız. Əgər siz ailədə evdə olarkən sizin xüsusən simmetriya obsessiyasından əziyyət çəkən şəxslər öz iş otağına və yaxud da onun evdəki otağına dolabın içini, bəli, dolabın içini kiminsə anasının, yoldaşının və yaxud da ki, kiminsə evdə yığışdırmasını və müdaxilə etməsini sevməz. Stolunun üzərində, masanın üzərində hansısa bir əşyasının, digər bir əşyanın yeri dəyişik qoyulduqda onun üçün bir faciədir. Simmetriya obsessiyasında olan şəxslər nəinki öz iş otağında, evində, hətta müəyyən bir vasitələrin belə eyni qaydada, düzgün qaydasında belə deyək ki, yerləşdirilməsi üçün, yerləşdirilməməsi onlar üçün bir faciədir. Sayma obsessiyalar var. Şəxs dayanıb pəncərə qarşısında binaların mərtəbələrini sayır, maşınların nömrələrini sayır və yaxud da ki, maşınların rənglərini sayır. Bəzən dalınca qaçır ki, filan nömrəni görmədim. Onu görməsəm mənim başıma bugün pis bir hadisə gələcəkdir. Və yaxud da mənim bir pasiyentim var idi. O, bir neçə il öncə olubdu, yanında ən maraqlısı oydu. Şəxs sayırdı. Nəyi sayırdı? Əvvəlcə evdə ailə üzvlərinin adını, familiyasını, sonra qonşuların, qohumların adını, familiyasını, sonra yad insanların adını, familiyasını bir dəftər tutmuşdu, yazırdı, əzbərləyirdi. Kiminsə adı yaddan çıxanda o bir həyəcan, təşviş, narahatlıq keçirirdi. Mən bunu əzbər bilməliyəm. Mən bunu əzbər bilməliyəm, bəli. Digər bir obsessiya növü kimi mən burada cinsi obsessiyalardan danışardım. Cinsi obsessiyalar bizə müraciət edən pasiyentlərin ilk kontrol müayinəyə gəldikdə deyil, artıq növbəti kontrol müayinələr zamanı açıqladığı bir obsessiya növüdür. Cinsi obsessiya zamanı şəxs homoseksual olmasından qorxur. Xüsusən bu yeniyetmələrdə müşahidə olunan bir obsessiyadır. Hormonal dəyişiklik getdiyi üçün və sinir və endokrin sisteminin bir tarazlığı, balansı pozulduğu üçün bu zaman yaranan bir obsessiya növüdür. Digər bir obsessiya kimi şəxs əgər evlidirsə, bu kişidirsə, öz belə deyək ki, qız övladına və yaxud da ki, öz anasına, bacısına, onun beynindən asılı olmadan, onun düşüncəsinin öz məhsulu, belə deyək ki, onun düşüncəsindən asılı olmadan onlara bir cinsi marağın və həvəsin yaranması olur. Və yaxud da şəxs qadındırsa, qızdırsa, bu qız uşaqdırsa öz atasına, qardaşına və yaxud da evlidirsə, oğlan övladı varsa öz övladına qarşı bir cinsi maraq yaranır. Çox dəhşətli bir mənzərədir Günay xanım. Bunlar bu fikirləri nə evdə öz anası, bacısı və yaxud da ki, övladı ilə, rəfiqələri ilə belə, dostu ilə belə bölüşə bilmir. Çünki deyir, məni qınayacaqlar, doktor, mənə nə deyərlər? Bu mənim özümdən asılı deyil. Sanki bu deyir, səhnə şəklində, gözümün önündə canlanır. Bu şəxslər ona görə də öz ailə üzvləri ilə, yaxınları ilə eyni süfrə arxasında, qonaqlıqlarda, məclislərdə, tədbirlərdə əyləşə bilmirlər. Dərhal gözünün önünə gəlir o səhnə, gözlərini qaçırdırlar. Durub həmin yeri tərk etmiş olurlar. Bu dəhşətli bir mənzərədir. Və yaxud da ki, digər bir cinsi obsessiya növü kimi qeyd edərdim. Şəxs öz həyat yoldaşı ilə cinsi münasibətə daxil olmur. Niyə? Çünki bəzi ailələrdə otaq problemi olduğu üçün həmin otaqda onun qız övladı da, belə deyək ki,
yatmış olur. Və ona elə gəlir ki, mənim öz pasiyentimdir. Uzun illərdir həyat yoldaşından cinsi əlaqəyə girmir. Deyir ki, doktor, mən cinsi əlaqəyə girsəm, həmin o cinsi münasibət vaxtı sıçrayış baş verəcəkdir və mənim övladımın bu belə deyək ki, sıçrayış vaginasına toxunacaq, o hamilə qalacaqdır. Bu düşünc, o onun səhv olduğunu bilir. Sadəcə olaraq özü ilə bacara bilmir. Yəni bu fikirlər onun beynində sayrışır. Cəryan edir. Və yaxud da ki, şəxs öz belə deyək ki, həyat yoldaşı ilə əlaqəyə münasibətə girmir ki, mənim qardaşım, mən belə deyək ki, adətən də istəmərəkdən gəlmişəm, istəmərəkdən ailə qurmuşam, mənə nə deyərlər, mənim övladım olsa, bu barədə onun beynində bu fikirlər sayrışır, dolaşır və o münasibətə daxil ola bilmir. Cinsi obsessiyalar bizə müraciət edən pasiyentlərdə bəzən həkimə söyləyə bilmədikləri obsessiya növüdür. Bizə bilirsiniz nə ilə müraciət edirlər Günah xanım? Depressiya ilə, həyəcan təşviş pozuntusundan. Çünki utanırlar. Ona elə gəlir ki, onu qınayarlar, ona rişxənd edərlər, mənə nə deyərlər? Çox dəhşətli bir obsessiya növüdür bu. Müxtəlif fikirlər yazan izləyicilərimiz var, sual yazan izləyicilər var. Bax, anası ilə bağlı yazan bir izləyicimiz var. Deyir ki, mənim anamda bəzi pozuntular var. Hər şeyin altına salfet qoyur. Evin içində yerə nəsə düşdüsə, onu daha işlətmir, tullayır, gedir. Burada artıq, bəli, bu həm şübhəçi obsessiyalarda niyə tulluyur, onun səbəbini bilmək lazımdır. O düşünür ki, orada bəlkə o belə deyək də məqsədli şəkildə kimsə tulluyubdur, bunu belə atım, bunu atmasam başıma nəsə pis iş gələcəkdir, hadisə gələcəkdir deyə şübhəçi bir obsessiyaları var. Bayaq qeyd etdiyim kimi şizo-obsessiv, magik düşüncəli növü və yaxud da ki, eyni zamanda o təmizlik, vasvasalıq, sofluq deyirik, bayaq qeyd etdiyimiz təmizlik obsessiyasıdır ki, o artıq o səviyyədə, o dərəcədə iyrənir ki, o əşyadan, o əşyanı hətta yuyub, silib, təmizləməklə ürəyinin sakitləşmədiyini düşünür və götürüb atır. Hətta bax, bir ailə yazırdı indi bizə ki, bizim ailəmizdə hamının əlindən spirt düşmür, gün ərzində bütün günü həm özümüzü, həm evimizi spirtləyirik. Bax, görün sağlamlıqlarına nə qədər zərər vururlar. Çox ziyanlıdır. Yəqin ki, bu ailədə bu xanım tərəfindən gələn bir haldır və əgər bu ailədə bu spirt çox istifadə edirlərsə, övladlar da ona baxıb istifadə edir. Bir müddətdən sonra o xanım evindəki həyat yoldaşını, ailə üzvlərini də buna belə deyək ki, vadar edir ki, sən də spirtdə qoy, təmiz olsun. Hətta onu mən deyərdim ki, burada bir məqama toxunum. Təmizlik obsessiyasında olan şəxslər bəzən çöldən evə kimsə gəlir, qonaq gəlir. İnanın ki, o qədər əzab istirab keçirirlər ki, qonaq belə gəldikdə belə özlərini çox diskomfort hiss edirlər. Çünki onlar onları nəzarət altına alırlar. Əli ora toxunmasın, ayaqqabısını belə soyunsun, bunu belə qoysun. Həyat yoldaşı işdən evə daxil olarkən koridorda onu soyunduracaqdır, əlini heç yerə toxundurmayacaqdır. Hətta həmin geyimlə, bayırdan gəlmiş geyimlə oturacaqda oturmağa icazə vermir. Bu da nəticə itibarilə ailədə konfliktlərin, ailə daxil münasibətlərin soymasına, cinsel münasibətin soymasına gətirib çıxarır. Təbii, bir dəfə, iki dəfə dözər, üçüncü dəfə artıq dözməyəcək. Və bəzən isə bu hallar daha sonra belə deyək ki, şiddətləndikcə şəxsi nəinki özü bezir bundan. Kənar şəxslər ondan uzaqlaşır. Heç ondan kontakta belə girmək istəmirlər. Ünsiyyət yaratmaq istəmirlər. Daha çox belə insanlar özlərində problem olduğunu anlamırlar da. Yəni onları daha çox sizin yanınıza kim yönləndirir? Valideynlər olur, yoxsa həyat yoldaşları da yönləndirir həmin insanları? Açığı deyim ki, Günah xanım, bizə müraciət etmiş şəxsləri daha çox valideyn diqqətində olan şəxslərdir. Bəzən olur, valideyn gəlir, deyir ki, doktor, bunun bu cür obsessiyası var, cinsi obsessiyası var. Mənə deyibdi qadın, yəni də qız övladı. Bunun həyat yoldaşı bilmir, bunun belə deyək ki, öz övladına qarşı var. Və yaxud da ki, adətən valideynlər yönləndirir, valideyn gətirir. Tək-tük hallarda bunu öz həyat yoldaşı gətirsə belə, həyat yoldaşına bunlar açıqlaya bilmirlər. O açıqlama olmadıqda belə biz tək də qəbul edirik pasiyenti. Həm həyat yoldaşıyla bir yerdə müzakirə etdikdən sonra pasiyentin həyat yoldaşı otağı tərk eləyir, gözləyir və şəxslə ayrılıqda belə deyək ki, müayinəmizi davam etdirmiş oluruq. Bax, hal-hazırda Safiyə xanım yazır və yazdı, qızının yaşını yazmasa da sualı mənim diqqətimi cəlb eləyirdi. Yazdı ki, mənim qızım öz xəyal dünyasında yaşayır. İndi bir cümlədə əlavə elədi. Bir də öz-özünə danışır. Sanki kimsə varmış kimi yanında. Neçə yaşı var qızının? Yaşını qeyd eləmir. Safiyə xanım, mümkünsə yaşını da qeyd eləyin. Nəyə görə yaşını dedim? Əgər bu uşaqlarda artıq kiçik yaşdan başlayıbsa, tək odursa və yaxud da buna bənzər pozuntudursa, burada kiçik yaşlı uşaqlardan başlayırsa, burada bəzən autistik spektr pozuntusu ola bilər. Bu uşaqlarda olur bəzən dodaqaltı danışmaq, öz xəyal dünyasına varmaq, gələn efirlərdə inşallah artıq autizm mövzusuna toxunacağıq.
Əgər irəliləyən etaplarda yeniyetmədirsə, 14-15-li yaşlarda qəfildən başlayıbsa bu öz-özünə danışmalar, 25 yaşı var yazdı. Şizofreniya xəstəliyi ola bilər. Çox güman ki, burada şizofreniya xəstəliyi 14-15-li yaşlarda prodromal başlanğıc əlamət kimi digər bir pozuntu ilə, emosionallıqla, heç kimi vecinə almamaqla, bəzən deyilir o heç kimi saymır, saymamazla bu cür simptomatika ilə başlayır və ona görə bəzən bu xəstəliklər Günay xanım yeniyetməli çağının əlamətləri ilə deyirlər ki, yeniyetmədir də, boş ver, yəni fikir vermə. Qarışdırıla bilir, düzələcək. Qarışdırıla bilir, sonraki etapda artıq bu üzərinə gəldikcə pozuntu dərinləşir. Sonraki etapda öz-özünə danışmaq, dodaqaltı danışmaq, öz xəyal dünyasına varmaq, özünə qapanmaq, heç kimlə ünsiyyətə girməmək kimi problemlər yaranır. Artıq burada pozuntudan, xəstəlikdən bəhs edilir və burada bir diqqətli olub, bir həkim, psixiatr, belə deyək ki, məsləhətini alıb və müayinəyə aparmaları vacibdir. Çünki bizim xəstəliklər dərinləşəndə, xəstəlik kök atdıqda, belə deyək ki də, müalicə müddəti uzanır, xəstəlik xronikləşir və daha çətin müalicəyə tabi olmuş olur. Xəstəliyin adı nə olursa olsun, vaxtında həkimə müraciət müalicənin yarısıdır. Təbii ki, Aytən xanım peşəkar bir həkim, psixiatrdır. Hər bir halda ona müraciət eləyə bilərsiniz və mən buradan Səfiyyə xanıma səslənmək istəyirəm. Əziz Səfiyyə xanım, bax, qızınız haqqında yazdınız. Bilirəm, çox təlaşlısınız, 25 yaşı var, qeyd etdi və öz xəyal dünyasında danışır, yanında kimsə varmış kimi danışır, qeyd etdi. Anası, bilmirəm, bəlkə bacısıdır. Bilmək amma bəli. Bizim doktorla əlaqəyə keçə bilərsiniz. 050 377 54 22 099 377 54 22 müxtəlif mövzularda yazan suallar yazan bizim izləyicilərimiz var. Məsələn, bir izləyicimiz bayaqdan yazır ki, mənim oğlum yol getdiyi yerdə, evdə, başqa yerlərdə əlini yerə vurur, özündən asılı deyil, sanki bir adət olub. Amma bu davam eləyir, yəni davamlı olaraq. Bu magik düşüncəli şiza obsessiya növüdür, obsessiv kompulsiv pozuntunun bayaq qeyd etdim. Ona elə gəlir ki, o əlini 3 dəfə, 5 dəfə yerə vurub götürməsi pis bir hadisə baş verəcək. Yolunu doğru düzgün gedə bilməyəcəkdir. Bu hal məhz qeyd etdiyim şübhəçi obsessiyalara daxildir. Eyni vaxtda mən çaşqanı bir neçə dəfə qoyub götürməsəm bu stolun üzərində masanın hansısa bir pis hadisə olacağını düşünəcəm. Beynimdə o fikirlər daim dolaşacaq. Buradan çıxandan sonra da özümə gələ bilməyəcəm. Və bunun fonunda bəzən insanların həmin gün həqiqətən də başına bir pis hadisə gəlir və onu Allaha inandırıcı olur. Deyir ki, yox, bunu belə elədim və ya da eləmədim, ona görə belə oldu. Bəzən görürsən ki, bir insan da dəfələrlə belə olub ki, mən görmüşəm, qapını açır, bağlayır. Yəni, onun bağlı olub olmadığını yoxlamır. Sadəcə deyirəm, neyinirsən? Deyir, yox, mən onu 3 dəfə eləyəndə işim düz gətirir. 7 dəfə eləyəndə işim düz gətirir. Bəzən Günay xanım, bugün ayın 13-üdür. Bəzi insanlar 13 rəqəminin nəhs rəqəm olduğunu düşünür. Ayın tək günləri... Özdə 13-ü 5-ci gündür. Bəli, 5-ci gündür. Amma müsəlmanlar üçün gözəl gündür. Ən sevdiyim gündür, həftə günüdür, 5-ci gün, ayın 13-ü. Bu günləri, həftənin cüt günləri, ayın cüt günləri və ayın tək günləri, hansısa bir doğum tarixinin onların həyatında bir vacib bir rol oynadıqlarını düşünürlər və bunlarla yaşayan, inanın Günay xanım, insanlar var. İşlərini buna görə planlayırlar, buna görə tənzimləyirlər. Bu gün olmadı, yox bir bədbəxt hadisə baş verəcək. Doğrudan da bu çox acınacaqlı bir vəziyyətdir. İnsanların rutin həyatını pozur, funksionallığını azaltmış olur. Və mən Aytən xanıma təşəkkür etmək istəyirəm. Çox maraqlı mövzu oldu bugün. Və həmçinin izləyicilərimiz çox suallar yazırlar. Amma elə izləyicilərimiz də var ki, düşünürlər ki, bu əlamətlər, bu xəstəliklər müalicə olunmur. Bəli, müalicə olunur. Müalicəsi haqqında doktorumuz məlumat verəcək. Qısa olaraq müalicəsi haqqında deyim Günay xanım. Müalicə tam müalicə olunub sağalan bir xəstəlikdir. Obsessiv kompulsiv pozuntu 2 ilə qədər tam sağalır. Amma yanıma gəlmiş pasiyent 1 ayından artıq o müalicədə effekti görür. Bəzən 3 ayında tam sağalmış olur. Tam sağalma dərmanın kəsilməsi anlamına gəlmir. Müalicəni ona görə sürdürürük ki, həm bədən dərmana uyğunlaşır, dərmanla bədən o cür nə vəziyyət yaradır. Sonraki dəfələrdə dərmanı azaldıb kəsdikdə xəstəlik əlamətləri yenidən təkrarlanmasın deyə. Doktorumuzla əlaqə 050 377 54 22 099 377 54 22 bu nömrələrlə əlaqə saxlayaraq qeydiyyata yazıla bilərsiniz. Bir daha qeyd edim. Hal-hazırda studiyamızın dəyərli həkim qonağı, həkim psixiatr Aytən Namazova idi. Aytən xanım, təşəkkür edirəm gəlişiniz üçün. Günay xanım, dəvət üçün. İnşallah növbəti həftələrdə görüşənədək. Söyləyirəm, biz isə davam eləyəcəyik qısa aradan sonra.